meseleyə baxacaq. Sonra digər məsələ toplantı başdan əvvəl göz qorxutma, nə bilim mənlə başqa tərəflərlə getdi, heç bir demokratik hal olmadı. Bunun üçün də mən bu toplantıda verilən qərarları qeyri-qanuni hesab edirəm. Çünki sizlər tərəfindən hədələmə, deməli, göz qorxutma və s. müşahidə olunmadı. Gündəlik təsdiq olunmadan bir sıra məsələlər deməli müzakirə olundu. 1 saat 45 dəqiqə, 1 saat 46 dəqiqə heç bir gündəlik məsələ müzakirə olunub. Bu da qaydalara ziddir, çünki əsas başlayan kimi gündəlik təsdiq olunmalıdır, əlavə heç bir məsələ olmaz. Abid Qafarov bilərəkdən burada pasport göstərdi və onun pasport göstərməsi də bizim YouTube kanallarının YouTube tərəfindən bağlanmasına səbəb ola bilər. Bunun üçün də bunu da mən çıxdıqlarını hesab edirəm və deyirəm ki, təxribatdır Abid Qafarov tərəfindən. Abid Qafarov üçün gözü YouTube kanalı işləyən şəxs olub və bilir ki, YouTube kanalında hər hansı bir şəxsin pasportun göstərilməsi qadağandır və bu məsələ çox ciddi təqiblərə səbəb olacaq bizim kanallarımız haqqında. O cümlədən Qurban Bəyan Azərbaycan kanalı və bizim Alamedia və Müqavimət kanalları. Ondan sonra dostlar, mən bir şeylə diqqət almaq istəyirəm ki, burada deməli rəyasət heyətinin məsələsi müzakirə olanda heç kimsəyə söz verilmədi, heç kimsə dinlənilmədi, bir tək mənada dinlənildi və kimsələrin söz verilmədiyi düşündə bununla mən qeyri-qanuni hesab edirəm və bizə qarşı araşdırma aparılması məsələsində qanunsuz hesab edirəm, qaydalara ziddi hesab edirəm. Nəyə görə onu mən əsaslandırırım? Çünki keçən dəfəki iclasımızda biz qərar verdik ki, bu günlərdən çıxarılsın, sağlam bir mühit yaratsın parlamentdə. Hadisələrdə bu məsələdə heç bir hadisə baş vermədiyi üçün də sağlam bir mühit yarada bilərdi. Bu, hətta ən azından Tofiq bəyin də istefasına səbəb olmazdı, Aslan bəyin də çığırmasına səbəb olmazdı və normal qruplarda neçə günlük gedən bu hadisələrə səbəb ola bilməzdi. Ondan sonra sakitlik yarada bilərdi və parlament işini davam edə bilərdi. İndi mən hesab verirəm ki, parlamentdən istefalar baş verəcək bundan sonra. Yəni bunların baş verəcəyi ehtimalı çox böyükdür. Çünki həm seçki komissiyası, həm insan komissiyası, həm deməli digər şəxslər, millət-vəkillərin fəaliyyətləri deməli necə deyərlər, təqib olunma altındadır. O cümlədə millət-vəkilləri haqqında heç bir deməli belə deyək ki, pis əməl törətməmiş, yalnız səs hüququndan məhrum, səs hüququndan istifadə istəyən millət-vəkilləri haqqında bu təhdidlərin görülməsi özü absurddur. Göz qorxutmaq da digər millət-vəkillərinin qarşısında bu məsələ göz qorxutmaq kimi qiymətləndirə bilər. Yenidən mən qayıdım Süleyman məsələsinə. Dəyərli dostlar, burada sizlərdən kimlənsə, millət-vəkillərinə kimlənsə pasport istənilmir ki, sizin atanızın pasportu, qeyri-qanunlaşa, atanızın pasportu, ananızın pasportu, ya da özün pasportu sizdən istənilmir. Şəxsən məndən istənilməyib, bu haqda da nizamnamədə elə bir şey yoxdur ya da hər hansı bir belə pozuldu, yəni bu məsələ yoxdur. Olmazsa ola bilməz və Hüseyin Pur Süleyman öz atasının onunla deməli seçki komissiyası üzvlərinin danışığı var. O atasının Azərbaycan vətəndaşı olduğunu deyirsə biz inanmalıyıq və inanırıq. Çünki heç bir kimlə belə bir məsələ olmuyor. Hüseyin Pur Süleymanın bu gözünün qorxulması, millət-vəkillərinin deməli bu məsələdə millət-vəkillərin gözünün qorxulması dəyərləndirilər və hər bir səsini çıxarıla bilər millət-vəkili burada gözü çıxmış qardaşımız məsələsindən hansı şəkildə, onu xahişlərimiz səsləndirir. Sözümü kəsməyin Teymur bəy. Sözümü kəsməyin, mikrofonu bağlayın. Efirdə yuxarı qoymuşsan, sonra bir sözümü kəsin. Qışqırma, mikrofonlar bağlandı. Gündəlikdən əvvəl çıxışım. Reglamentin 11.3-cü maddəsinə əsasən parlament sədrinin səlahiyyəti var ki, zərurət yarandıqda kimə istəsə növbədən kənar söz versin. Hörmətli millət vəkilləri, sizə təqdim etdiyim araşdırma Azərbaycan Xalq Parlamentinin siyasi təhlükəsizliyi barədədir. Siz necə düşünürsünüz? Həmin adam xəbərdar olsun deyə 48 saat əvvəl gündəlikdə biz məsələni göstərməliyik. Baxın, nizamnamədə cəmi bir maddə işləməli. İran vətəndaşı Xalq Parlamentinə gəldi düşdü. Amma reglamentin bir maddəsi işlədi. Heç xəbəri də olmalı. O heç nə xəbər tutmadan bütün araşdırmanı hörmətli millət vəkilləri sizə təqdim edir. Hüquqi əsasın yoxa çıxması haqqında hüquqşünas iddiasında olan hörmətli millət vəkilləri
Təqdimatda adı keçən Qurpirarın xatirə xanım, xahiş edirəm bir əsərim olun. Qurpirarın hansı şəkildə təqdir edilməsi məsələsini qoymuqdur. Necə təqdir edirsiniz? Necə olub məsələn? Necə Ben de təqdir bunu da deyirəm. Hörmətli izləyicilər, o konular bəli, Teymur bəy, mikrofonu bağlayın. Bu məsələ bizdən. Biz burada təhqirləri təkrar səsləndirməyə ehtiyac duyuruq. mən inanmıram ona görə. Təşəkkürlər, mikrofonu bağlayın. Burada təqdimatda adı keçən Aydın Ərək Fərad söz istəyir. Aydın bəy, buyurun. Sizdən. Aydın Bey, zəhmət olmasa mikrofonu açın. Çox rica edirəm. Hörmətli sədr, hörmətli millət vəkilləri. Vallahi mən bilməm parlamentin bu iclasına baxdım. Doğrudan mənim üçün trajeton bir vəziyyət yarandı. Bilmirəm, əsəbləşim, bilmirəm, gülüm. Nə bilim, amma maraqlı deyil mənim üçün. Sadəcə olaraq mənim üçün maraqlı olan xalqın baxışıdır, xalq bildir. Mən nədə ittiham olmuram? Azanı sakitləşdirmək üçün söz istəmişəm, söz verməyiblər. Məni indi işbahı xəbərdarlıq edirlər. Verir. Amma mən sizə bir məsələdən minnətdarlıq edəcəm. O məsələ nədən ibarətdir? Mən vaxtilə bu parlament Azərbaycanda dövlət yoxdur və mən deyəndə ki, bu dövləti kim qarşı çıxacaqsa məni qarşısında görəcək. O vaxtı məni çıxartmadığınız üçün sizə təşəkkür edirəm. Bu milləti xalqı aşağılanıb, qəhrəman xalqı aşağılayıb, millətin qəhrəmanlarını aşağılayıb, millət xainlərini qəhrəman eləyəndə mən etirazımı bildirəndə o vaxtı mən çıxartmadığım üçün sizə minnətdarlıq edirəm. Haray mən Türkəm, Urmiya, Təbriz, Ankara, Bisara, Kütlər hara deyib, Farslar hara deyib, həmin məsələni lağa qoyanda mən etirazımı bildirəndə o vaxtı mən çıxartmalıydım. Bu günlərim İsrail-İran müharibəsinə o dərəcədə Fars rejiminin birbaşa əlalsız kimi çıxış edib, onlara tərəf qazanında mən etirazımı bildirəndə mən o vaxtı çıxartmalıydım. Və dəfələrlə bu hadisələr təkrar olunanda, o vaxt mənə böyük mərhəmət göstərib, indi bu məsələni qabardırsınızsa, xalq da bildi nə var, gözəl insanlar da bildi nə var. Mən sadəcə olaraq bir şey sizə xatırlatmaq istəyirəm. Siz tarixin, bütün tarixlərin tarixinə düşdünüz. Bilmirəm, qızıl hərflərlə düşdünüz və yaxud qara hərflərlə düşdünüz. Mən əminəm ki, bu millətin dəyərli olanları, qızları bu qiyməti verəcəkdir. İndi əlinizdən nə gəlirsə bacarın. İndi əlinizdən nə gəlirsə min qava çəkin. Mənim üçün əhəmiyyəti yoxdur. Mən bu parlamentə könül verib gəlmişdim. Siz isə bizim bütün etimadımızı bildiniz. Bir millət olaraq, bir Türk sevdalısı olaraq bu günlərin şərəfli millətinin arkasında duran, onu sevən, onu göz bəbəyi kimi qoruyan insanları sadəcə siz bu parlamentdən uzaqlaşdırırsınız. Sağ olun, var olun, Allah sizdən razı olsun. Bəlkə də bizə xeyir verirsiniz. Mən bu sözü demirəm. Sağ olun. Təşəkkürlər Aydın bəy. Təqdimatda adı keçən növbəti millət vəkili Telman Ərəklər söz istəyir. Telman bəy, buyurun. Söz verdiğiniz için teşekkür ederim. Ben ilk önce ekran karşısında əyləşib bizi izleyen ve bizi destekleyen değerli soydaşlarımı salamlayıram. Sonra ise Azərbaycan xalqımdan üzr istəyirəm. Niyəsini deyəcəm. Mən parlamentdə üzr istəməyə, yəni mən kimdənsə üzr istəməyə elə bir qəbaətim yoxdur, heç kimdən üzr istəmirəm. Xalqımdan üzr istəyirəm, ona görə ki, dəyərli xalqım, mən sənin səsinlə millət vəkili olmuşam. Bu səs deyəndə ki, seçki qutusu olmayıb təbii ki. Telefonlar vasitəsilə, onlayn vasitəsilə millət vəkili olmuşam. Ona görə xalqımdan və məni seçən
bircə nəfər də olsa seçicimdən üzr istəyirəm ki, bu bir il müddətində Xalq Parlamentində olan qanunsuzluqlara, haqsızlıqlara qarşı öz etirazımı bildirsəm də, Rəisət heyəti və Xalq Parlamentinin rəhbər heyəti nəzərə almayıbdır. Bugün verilən qərar da mənim üçün önəmli deyil, çünki məni ittiham etmək hər kəsin həddinə deyil. Məni ancaq Allahım və xalqım ittiham edə bilər. Mənim xalqımın qarşısında xidmətlərimdir, var, xalqım bilir və qiymətləndirir. Təşəkkür edirəm xalqımın qarşısında baş əyirəm. Mən ağlım kəsəndən, özümü tanıyandan dövlətçiliyim üçün, millətim üçün, vətənim üçün hizmət etmişəm. Ancaq görünən ondan ibarətdir ki, Rəisət heyəti mən şəxsən bizim nəyə görə deyirəm, bizim millət vəkillərinin onlara etimad göstərib, rəhbər seçdikləri üçün o etimadı doğrultmayıblar. Və xalqım məni bir il müddətinə millət vəkili seçib, artıq dekabr ayının bitməsinə az qalıbdır. Xalq Parlamentində baş verən bütün haqsızlıqlara etirazımı bildirirəm. Çünki bir tərəfli ittiham olmur. İttiham iki tərəfli olur. Mən millət vəkili olaraq səs hüququmdan istifadə edərək əl qaldırmışam, söz vermişəm. Bugünkü iclasda da görünən odur ki, Xalq Parlamentinin dönəm sədri Xatirə Cəbrailova öz tələbələrindən burada əyləşən millət vəkillərini səhv salıb. Atası, babası yaşında olan kişilərin üzərinə səs ucaldır. Bu, birinci növbədə milli mentalitetimizə əksdir. İkinci növbədə nizam-intizamdan, reqlamentdən danışan Abid Qafarov, Teymur Eminbəyli üzərinə səs ucaldır. Bu nə deməkdir? Bu o deməkdir ki, hal-hazırki Xalq Parlamentinin rəhbərliyində əyləşənlər xalqın etimadını doğrultmayıblar və millət vəkillərini aşağılayırlar. Arxa planda millət vəkillərinə hakaretlər etdikləri bəs deyilmiş kimi xalqın gözü qarşısında da millət vəkillərini aşağılayırlar. Ona görə də mən öz xalqımdan, seçicilərimdən üzr istəyirəm ki, məni bağışlayın ki, mən əvvəldən bu pozuculuqlara öz etirazımı bildirsəm də, bu pozuculuqların qarşısını ala bilmədiyim üçün bugündən etibarən Səfər Soylar ailəsi olaraq Azərbaycan Xalq Parlamentində təmsil olunmurum. Təmsil olunmamağımın da səbəbi ondan ibarətdir ki, hal-hazırki Rəisət heyətinin üzvləri Xalq Parlamentinə seçilmiş millət vəkillərini aşağılamaqla məşğuldurlar. Dəfələrlə iclasda gedən müzakirələr kiminsə sözünü kəsirlər, öz iradlarını bildirirlər. Mikrofonun açılmasına gəlincə, Xalq Parlamenti yaradıldığı bir gündən son günə qədər Qurban Məmmədovun mikrofonu açıq olubdur. Bütün çıxış edən əksər millət vəkillərinə qarşı kin ayı ilə yanaşıbdır. Etirazını bildiribdir, sözünü kəsibdir, sözünü yarımçıq qoyubdur. Niyə cəza tətbiq olunmur? Və həmçinin keçən iclasda Xatirə Cəbrailova iclası tərk edərkən millət vəkilləri mikrofonu açdılar, yerdən öz səslərini ucaltdılar. Niyə cəza tətbiq olunmur? Bu bilavəsdə Azərbaycanın vətənpərvər, dövlətçiliyini, millətini sevən Xalq Parlamentinin millət vəkillərinə qarşı əksi təbliğatdan başqa bir şey deyil. Xalq Parlamentinin Rəisət heyəti və Qurban Məmmədov da onların yanında olmaqla Xalq Parlamentinin millət uğrunda, dövlətçilik uğrunda canlarını fəda verən insanların
xalq parlamentdən uzaqlaşdırmaqla məşğuldular. Kimi isə çıxır deyir ki, mən hökumətin adamıyam, hökumətə işləyirəm. Kimi isə çıxıb deyir ki, Azərbaycanda dövlət yoxdur. Kimi isə çıxıb deyir ki, xalq nə bilim, nədir? Mənim xalqımı, mənim dövlətimi aşağılayan, təhqir eləyən, dövlətimə yox, hansısa dırnaq arası hakimiyyətin nümayəndəsində çalışanlar bu günləri burada nədir? Bizləri ittiham edirlər. Bəylər, xanımlar, gəlin biraz özümüzə gələk. Hamı kimin kim olduğunu qəşəng bilir. Kimin vaxtilə Azərbaycanın parçalanmasında rolu olubdur. Azərbaycanın əleyhinə, Azərbaycan parçalanmasında yer tutuldu, hamı bilir. Çıxışımı çox uzatmaq istəmirəm. Xalq parlamentinin bugünkü qərarına öz etirazımı bildirirəm. Mən hər bir zaman xalqımın cəbhəsində olmuşam, yenə də xalqımın cəbhəsindəyəm. Heç kimin əlində oyuncaq olmamışam, heç kimin köpəyi olmamışam, heç kimə baş əyməmişəm. Ömrümün sonuna qədər də Rıza Səfərsoy demişkən, kişi kimi yaşamışam, kişi kimi də öləcəm. Ancaq siz bir daha sübut elədiniz ki, Azərbaycan xalqına yox, öz çirkli məqsədlərinizə xidmət edirsiniz. Öz çirkli, məkirli, nə deyirlər onu, planlarınızı həyata keçirməklə məşğulsunuz. Burada kimsə özünü, nə bilim, kiminsə yerinə qoyur. Birinci Lenin iddiasına düşür, nə bilim, nəyə iddia düşür. Mən vətənim üçün, millətim üçün, xalqımın adını daşıdığı üçün xalq parlamentinə könül vermişəm. Ancaq burada rəisət heyətinin və olunan haqsızlıqları gördüyüm üçün Rıza Səfərsoyun da siyasi ictimai vəkili olaraq onun da özümün də bugün burada istifamızı qoyuruq və xalq parlamentindən istifa veririk. Gedin, indən sonra biriniz deyin hökumət yoxdur, biriniz nədir, separatist yaradılmış dövləti parçalayaraq xırda para dövlətlərə bölür. Nə istəyirsiniz eləyin? Mən orada yoxam, mən dövlətimin yanındayam, mən xalqımın yanındayam. Dövlətimə, xalqıma qarşı da kim çıxacaqsa onun qarşısında olacaq. O dövlətin başında kim olur olsun, kimliyindən asılı olmayacaq. Çünki dövlət əbədidir, hakimiyyət isə gəldi gedərdir. Bugün bəcənmədiyiniz hakimiyyət sizdən daha yaxşı qərarlar verir. Bugün siz bir daha göstərdiniz ki, bu hakimiyyətin arkasına rəhmət olmaq olar. Deyəcəklərim bu qədər. Dəyərli soydaşlarım, üzürlü sayın, biraz səsimi uzattım. Məni izləyən, dinləyən, dəstəkləyən hər bir soydaşımın qarşısında üzr istəyirəm, xalqımın qarşısında üzr istəyirəm ki, mən xalqım adına bu parlamentə gəlmişdim. Ancaq baxdım ki, bu parlamentdə artıq kimlər tərəfindənsə işğal olunubdur. Öz egolarını həyata keçirənlərin mən yanında durmuram, yanında olmuram. Deyəcəklərim bu qədər. Teşekkürler Təranə xanım. Sözün düzü nizam intizamı, qayda qanunu. Yəni, bu adamların ifşa edilməsi önəmlidir. Çünki bunlar ifşa olunmasa, bax Qurbanın özü Ətəttalar PSB agenturasını toplayıb. Açıq aydındır o Xatirə Cəbrailova Zorluğun tulaları kimdir. Bax o tərtərdən 3-4 nəfər qalıb, onlar hamısı qurum ola bilər, bir hərəkat ola bilər ki, o da ki, demək, inqilabi hərəkat. Ondan o tərəfəsi ola bilməz. Deputat mandatı, mühacir hökuməti, mühacir dövləti, bu heç birisi məqsədə uyğun deyil. Bəlli xaricdə də ola bilər. Buna heç kim mane ola bilməz. Amma mən parlament yaratmışam və özümdən hoqqa verirəm, orada nə bilim, uşaq pulu veririk və deyək ki, parlament yaratdın, uşaq pulu verdin. Sənin əlində dövlət büdcəsi var ki, sən uşaq pulu verirsən. Hə? Qurban. Sənin əlində hansısa səlahiyyətlər var ki, sən qanunverici orqansan ki, icraedici orqana parlamentində qərarlar qəbul edirsən ki, ay prezident, nə bilim, nazirlər kabineti, uşaq pulu verin, nə bilim, fişək pulu verin, büdcəni müəyyənləşdirin filan şeyə görə, filan şeyə görə. Yəni sən qeyri-legitimsən.
sənin əlində məhkəmə sistemi, sənin əlində məhkəmə sisteminə təsir qüvvəsi, icraedici aparata təsir qüvvəsi yoxdur, axı sən nətər parlament qura bilərsən? Kimə lazımdır sənin parlament? Bir daha deyirəm, sənin qura biləcəyin ən belə deyək, real bir şey hərəkatdır, xalq hərəkatı, müqavimət hərəkatı, nə bilim, etiraz hərəkatı, inqilabi hərəkatı. Bu da xalqımızı ələ salmaqdır. İnsanları aldadırlar, onların şəxsi məlumatlarını, vəsiqələrini istəyirlər, adreslərini öyrənirlər oradan. Oktay Ömərov adlı şəxs bunların hamısının adlarını, familiyalarını oturub Rusiyada bəlli deyil bu adam kimdir. Rusiyada bu adam bütün cəmaatın şəxsi məlumatlarını toplayır. Gəncədə kim var, Bakıda kim var, Şəkidə kim var. Niyə də qardaş, bu cəmaatı niyə təşvir edirsiniz? Niyə bu cəmaatı hədəfə gətirirsiniz, kürdəxanaya soxdurursunuz, zonlara göndərdirirsiniz, torbasını tikirsiniz, vurdurursunuz, öldürürsünüz. Vəsiqə paylamaq üçün də cəmaatın şəxsiyyət vəsiqəsini, kopyasını istəyirsiniz. Adamları birbaşa DTX üçün bu insanlarımızı satmaq deyil. Hə? Əlbəttə satmaqdır, tutmaqdır, asmaqdır. İndi bu qaydaq biz İndi olub parlament. Əvvəl tərtər prosesinə qoşulmuş. İndi olub parlament, deputat. Xatirə Cəbrayılova əvvəl xalq hərəkatına qoşmuşlar bunu. İndi olub parlament sədri. Abid Qafarov güya tərtər məsələsinə görə qoşulmuş. İndi olub parlament icra spikeri. Əli Quliyev güya xalq hərəkatında Elvin İsayevin evindən birbaşa bunun evindən tutulub aparılıb oğlanı. İndi olub parlament. Ataxan Əbilov birbaşa Rusiyadan Hollandiyaya Əlikiramın yanına göndərilmiş xüsusi tapşırıqla işləyən adam. İndi olub xalq parlamenti. Ağaxan adındakı separatçı və İran tulası olub parlamentin əsas üzvü. Hətta həyasızcasına İran vətəndaşını belə bunlar gətiriblər. Parlamentçi, Rusiya vətəndaşı, İran vətəndaşı, nə bilim, Ukrayna vətəndaşı, müxtəlif ölkələrin vətəndaşları olub Azərbaycan Xalq Parlamentinin güya müstəqil deputatları. Birinci parlament yalnız və yalnız bir ölkənin özündə ola bilər. Yəni, parlament qurmaq və yaxud ora kiməsə deputat mandatı vermək və bunu xalqın adından daşımaq həyasızlıqdır. Çünki orada xalq iştirak eləmir. Orada sadəcə bir qrup troll, özdə virtual, orada saxtalaşdırmaq da virtual bir seçkini çox asandır. Biz bunun şahidi olmuşuq. İkincisi, parlament qeyri-legitim bir anlayışdır. Yəni, onun legitim olması heç cür mümkün deyil. Çünki Azərbaycan